Birinci sualda letters isimdir. İsimdən sonra what olmaz. A və C variantı getdi. Sonra letters cəmdir. B-dəki is getdi. Bir dənə D ilə Y variantı arasına qalırıq. Amma məktub öz-özünə yazmır. Onu kimsə yazır deyə bizə məchul lazımdır. Yəni to be is the your participle to. O da D variantındadır. Which aren't written. 2-də Robert asks. Askdan sonra zət olmaz A variantı getdi. Asks indiki zamandadır. Burada deməli nəyə çıxa bilər? Məsələn, B variantında bundan sonra indiki bitmişdi, səhvdir. C variantında will Z-dən qabağa keçibdi, səhvdir. D variantında cümlə keçmişdi. Asks indiki zamandadır, uzlaşmır. Cavab Y variantıdır. If he can stay here. Üçüncü sualda deyir ki, Diana didn't tell me a telegram. Deməli, didn't tell me nələri çıxa bilərik? D variantında had she-dən qabağa gəlib. Tell, sonra C variantında when-dən sonra bitmiş, indiki bitmiş olmaz. Sonra B variantı və G variantı ona görə gedir ki, receive qəbul etməkdə o məchul növə düşə bilməz də. Çünki mübtəda var, she, o özü qəbul edib də. Niyə məchul olsun ki? Ona görə də A variantı, she had received və baş cümləmiz keçmişdə olduğu üçün bu da cümləmiz də keçmiş, bitmişdədir və uzlaşır. Ona görə də cavab olur A variantı. Dördüncü sualda biz görürük ki, bizə verilən baş cümlədə said keçmiş zamandır. Və biz də keçmişə görə budaq cümləni uzlaşdırmalıyıq. A-da gələcək yanlışdır. Keçmişlə gələcək işlənməz. C-də has indikidir, o da yanlışdır. D-də won't, elə will not gələcəkdir, o da düzdür. Y variantında isə are indikidir, o da düzdür. Keçmişlə keçmiş uzlaşmalıydı, ona görə də B-dəki hadn't-ı götürürük. 5-də do you know the girls? Girls insandır, which olmaz, isimdir, what olmaz. Sonra C variantında were danced with passive quruluşu da ola bilməz. Girls cəmdədir deyə who is your who are olacaq, who are dancing ovadaya. 6-cı sualda wonder'dan sonra zət gələ bilməz. D variantı gedir. Sonra A variantında has he-dən qabağa keçibdir. B variantında saw him smiled olmaz. Çünki mürəkkəb tamlıqda öyrənmişik ki, saw ikinci qrup feildir və özündən sonra ya sadə ya ing tələb edir. Sonra C və Y variantı arasına qalırıq. Was heard məchuldur, amma he mübtədadır. Mübtədanın yanında məchul ola bilməz. C variantı düzdür. If he knows the news. 7-ci sualda do you remember? Deməli, A variantında when-dən sonra indiki bitmiş olmaz. B variantında he mübtədadır, amma was promised məchuldur. Mübtədanın yanında məchul gələ bilməz. C variantında did you-dən qabağa keçib, o da getdi. Y variantında isə did it-dən qabağa keçib, o da getdi. Cavab olur D variantı. Do you remember he promised to come back soon? Və cavab bu olur. 8-ci sualda I have something törəmədir. Törəmələrdən sonra ancaq zət gələ bilər. A ilə D variantlar arasında qalırıq və törəmələrin xəbəri həmişə təkdə olur. Və ona görə də cavab A variantı. That interests you. 9-da does Fred know when? Deməli, burada when-dən sonra indiki bitmiş olmaz. A variantı, C variantı getdi. Happen heç vaxt to be ilə işləmir. Happen ilə tək başına olur. Ona görə də cavab B variantıdır. When it happened. 10-cu sualda will you give me the book? Yesterday book cansızdır. İsimdən sonra what olmaz. C variantı getdi. Sonra book təkdədir. B variantındakı were you-dan qabağa keçib belə olmaz. Sonra D variantı ona görə gedir ki, you mübtədadır, was both məchuldur. Mübtəda olan yerdə məchul işləməməlidir. A və Y variantlar arasında qalırıq. That boat yoxsa that was boat. Kitab öz-özünə alınmır ki, kimsə alır. Ona görə də kitabdan söhbət gedirsə, başqa mübtəda yoxsa ortada, onda məchul növ götürməliyik. That was boat. Hansı ki, alınmışdır. Cavab Y. 11-də can you explain why?
Burada A variantında xəbər qabağa keçib, Y variantında keçib. Sonra me obyekti var. Burada passive ola bilməz. Wasn't told passivedir, hadn't been told passivedir. Onları çıxırıq, çünki bu passive olsaydı me obyekti gələ bilməzdi. Ona görə də C variantıdır. She didn't tell me the truth. 12-də was it too late when? Bizdə baş cümlə was keçmişdədir deyə budağı da keçmişə uzlaşdırmalıyıq. A variantında get indiki-dir, çıxır. C variantında has indiki-dir, çıxır. Y variantında did qabağa keçib deyə çıxır. B-də were qabağa keçib mübtədən çıxır. Bir dənə D variantı düzdür. He got home after work. 13-də I don't like people. People cəmdə asks, yəni sı olanların hamısını çıxırıq. Bu gedir, c gedir. İnsandan sonra what olmaz. Ümumiyyətlə isimdən sonra what olmaz. Me obyekti var, orada passive ola bilməz. Are asked passivedir, onu çıxırıq. Bir dənə A variantı qalır. People who ask me. 14-cü sualda biz görürük baş cümləmiz keçmiş zamandadır və burada mürəkkəb tamlıq qaydalarına da fikir verməliyik və soldan sonra ya sadə ya ing-li feil gəlməlidir. A variantında to gəlib yanlışdır. B variantında had onsuz da the girl-dan əvvələ keçib, həm də mürəkkəb tamlıq kimi the girl-dan sonraki feil zamana düşə bilməzdi. Mürəkkəb tamlıqda aslı feillər zamana düşmür. C variantında S görürük. Mümkün deyil so'dan sonra S qoymaq. Sonra D variantında was, yəni feil keçmişə düşüb, mümkün deyil. Y variantıdır. Mürəkkəb tamlıq qaydasına görə ortada əvəzli hekayəsi obyekt halda olur. Her və so'dan sonra ya sadə ya ing, orada approach sadə formadadır. Yəni burada artıq mürəkkəb tamlıqda F2-lər, yəni aslı feillər heç bir formaya düşməməlidir. Yəni zaman forması, s, idi, belə şəkilçilər qəbul etməməlidir. Feil şəkilçilər qəbul etməməlidir. 15-ci sualda B variantında will he-dən qabağa keçib. C variantında when-dən sonra indiki bitmiş olmaz. Y variantında why olanda for olmur, for olanda why olmur. Sonra A və D variantı arasında qalanda nobody knows what he will come. Bu what sözü burada lazımsızdır. Mesela nobody knows when he will come olsaydı, onda düz ola bilərdi. Yəni burada nə bağlayıcısının cümlənin ortasında işləməsi mənasızdır. Amma A variantı düzdür. When he came. Heç kəs bilmir ki, o nə vaxt gəlmişdi. Və burada sual yarana bilər ki, niyə? Knows indikidir, came keçmişdir axı. İndiki ilə keçmiş zaman belə olmamalıdır. Cavab budur ki, nobody knows burada know, want to know, wonder, ask, find out və digər təsirli feillərdən sonra gələn budaq cümlələri artıq tamamlıq budaq cümləsidir və tamamlıq budaq cümləsində yəni zamanları uzlaşdırmaq çox da vacib deyil. Məsələ budur ki, zaman budaq cümləsində zamanlar mütləq uzlaşmalıdır bir-biri ilə, zaman bağlayıcılarından asılı olaraq. Amma tamamlıq budaq cümləsində, məsələn, bir tərəf indiki, bir tərəf keçmiş, bir tərəf indiki, bir tərəf gələcək ola bilər. On 16-cı sualda do you know the time when? A variantında will qabağa keçib, Y variantında did qabağa keçib, sonra when-dən sonra B variantındakı indiki bitmiş gəlməzdir. When-dən sonra həfəz gəlmir. Do you know the time when the train was arrived olmaz, çünki C variantında arrive feili heç vaxt to be-lərlə işlənmir və cavab D variantıdır. 17-də the old man asked us where. Burada görürük ki did, have, do, had bunların hamısı mübtədən əvvəl keçib. Bu inversiyaların hamısını çıxarıb bir dənə C variantı qalır. Where we lived. Vəssalam.
18-də the story, sonra me, yesterday is true. Burada me obyekti var. Deməli, burada passive ola bilməz. Burada A variantıdır o cavab. The story he told me yesterday is true. Burada elə bir ki, nisbi var imiş. Sadəcə nisbinin ixtisar başı. The story that he told me yesterday. Elə bir ki, zətin ixtisarıdır. B variantında did, he-dən qabağa keçib səhvdir. C variantında ismdən sonra what olmaz. Y variantında da what olmaz. D variantında həm passive olması yanlışdır. Amma that was told yox, passive olması yenə də yanlışdır. Çünki tell passive düşəndə özündən sonra to qəbul eləməli idi. That was told to me belə ola bilərdi. 19-cu sualda imkanasına da to işlənməz. A variantı getdi. B variantında neither tək özlaşma tələb edir. Burada verilib bu səhvdir. C variantında has to arasında not girə bilməz. Sonra it was clear. Sonra Y variantında it was clear zət verməliyik də. What the situation was unbearable. Burada what bağlayıcısı yanlış işlənib də. Aydın idi ki, nə situasiya, yəni burada aydın idi ki, yəni it was clear zət verməliyik də. Ancaq ki, zət bağlayıcısı lazımdır. What bağlayıcısı burada havayı işlənibdir, lazımsızdır. 20-ci sual deyir ki, will you recognize the house? Deməli, cansız isimdir. A variantında did we-dən qabaq keçibdir, gedir. C variantında in what deyilən birləşmə yoxdur, o da gedir. B variantında was lived, live feili heç vaxt məchula düşə bilməz, yəni to be-lərlə işlənmir. D variantında isə had you-dən qabağa keçir. Ona görə də cavab Y olur. Where you spend your childhood. Deməli, biz house kimi, hotel kimi, belə sözlərə məkan kimi də yanaşa bilərik, cansız kimi də yanaşa bilərik və əgər feilimiz harada sualına cavab versə, onda məkan kimi yanaşır və burada spend your childhood uşaqlığını keçirtdi feili sualı harada cavab olur həmin evdə. Ona görə də məkan kimi yanaşırıq, where qoyuruq. Əgər where olmasaydı, in which ya da which in ya da that in də qoya bilərdik. $21-ci sualda A variantında is he-dən qabağa keçib, B-də did she-dən qabağa keçib, sonra D variantında when-dən sonra indiki bitmişlər olmaz. Yəni when, what, time bunlar ikisi də eyni mənalı sözlərdir. Bunlardan sonra indiki bitmiş gəlmir və C ilə Y variantı arasında qalan təbii ki, biz Y variantını çıxırıq. Çünki last feili davam etməkdir. Yəni last sözünün bir neçə mənası var. Əvvəlki, öncəki, keçən və feil kimi davam etmək mənasında işlənir və adi bütün feillər kimi, təbii ki, məsələn, go, continue. Continue necə işlənirsə, last ilə işlənir də. Yəni, is continue demək olmazsa, was continue demək olmazsa, deməli, last sözü də to be ilə işlənmir. Ona görə də how long their trip lasted olmalıydı. O da ki, səhvdir. Ona görə də cavab C-dir. 22-ci sualda the sky deməli cansızdır. İsimdən sonra what olmaz. D və Y variantı getdi. Bir dənə A, B və C variantı qaldı. Bunlar bir-birinə oxşuyur, amma biz öyrənmişik ki, yəni materialda da qeyd eləmişəm, video izahda da qeyd eləmişəm ki, əgər biz participle to-lu ifadə veririksə, yəni əvəzlik, to be, sonra participle to. Bu üçlük olmalıdır. Ya da ki, əvəzliklə to be-ni ixtisar edirik, participle to tək başına qalır. Yəni covered. Ya which was covered verməliyik, ya da qısaca covered. Ona görə də belə yadda saxlayın. Ya mübtada xəbərin ikisini də birlikdə veririk. Which mübtadadır, was da xəbərdir. Ya da hər ikisini ixtisar edirik, participle to tək başına qalır. Yəni ya bir dənə olmalıdır, ya üç dənə olmalıdır. İkilik yoxdur. 23-cü sualda deməli who knows what made him feel sad. A variantı düzdür. B variantında when və what time-dan sonra indiki bitmiş olmaz deyə B səhvdir. C variantı səhvdir, çünki happen heç vaxt to be ilə işlənmir. D variantında did Z-dən qabağa keçibdir. Y variantında does he-dən qabağa keçib.
24-cü sualda book isimdir. İsimdən sonra what olmaz. Buna görə A variantı gedir. C variantında do aydan qabağa keçib, Y variantında did aydan qabağa keçib. B və D arasına qalırıq. Təbii ki, ay need olur. Çünki ay mübtədadır, need də onun xəbəridir. B variantında to be ya participle to məchulun quruluşudur. Ay mübtədası olan yerdə məchul quruluş lazım deyil. İyirmi beşdə we wanted to know. Deməli, A-da did mübtədən əvvələ keçibdir. B-də when-dən sonra indiki bitmişdir. C-də had mübtədən əvvələ keçib. D-də did mübtədən. Bir dənə Y variantı düzdür. Who attracted their attention. 26-cı sualda the latest isimdir. İsimdən sonra what olmaz. Y variantı getdi. Sonra latest cəm olduğu üçün B-dəki was getdi. D variantı did aydan qabağa keçib, o da getdi. Bir dənə I ilə C arasında qalır. Təbii ki, düzgün variant that I wrote-dur. C variantı niyə səhvdir? Çünki bunu bir daha təkrar edirəm. Həm materialda qeyd eləmişəm, həm də video izahda qeyd eləmişəm ki, əgər biz participle to-lu ifadə veririksə, onda belə eləməliyik. Bağlayıcı, to be və participle to üçlük formasında verilməlidir. Əgər ixtisar ediriksə, onda bağlayıcı da ixtisar olunur, to be də ixtisar olunur, participle to tək başına qalır. Yəni, ya üçünü də götürməliyik birlikdə, ya da ikisini ixtisar edib birini götürürük də, tək qalan participle to-nu götürürük. Mümkün ola bilməz ki, bağlayıcını ixtisar edək, to be ilə participle to qalsın və ya əksinə, məsələn, to be-ni ixtisar edək, bağlayıcı ilə participle to qalsın. Yəni, ikilik qalmamalıdır. Ya üçü də birlikdə qalmalıdır, ya ikisi gedib biri qalmalıdır. Yəni, that were written belə olmalıdır, ya da which were written belə olmalıdır. Üçlük formada ya da ikisini ixtisar edək, sadəcə written qalır. Amma C-dəki kimi to be üstə ya participle to quruluşu ola bilməz complete kimi. 27-də the furniture yesterday is made in Turkey. Burada A variantı düz gəlir. That I bought yesterday. O birislər niyəsə furniture v ilə ola bilməz. İsimdən sonra what ola bilməz. Sonra D variantında yenə də v ola bilməz. Və Y variantında did mübtədən əvvəl keçibdir, səhvdir. 28-ci sualda mən insandır. İnsandan sonra which olmaz. A variantı getdi. İsimdən sonra what olmaz. C variantı getdi. Deməli, notice, burada mürəkkəb tamlıq həll eləməliyik. Notice-dən sonra gələn feil ya sadə, ya ing olmalıdır. Sadə forma yoxdur, ing forması var, ona görə düzgün cavab B variantıdır, standing. 29-da what were you doing when? Burada deməli A variantında was keçibdi, D-də did keçibdi. Sonra when the letter was brought, B variantı düzdür. C-də when-dən sonra indiki bitmiş olmaz, Y-də də indiki bitmiş olmaz. Otuzuncu sualda deməli A variantında did əvvələ keçib, B-də də had əvvələ keçib. C variantında begin onsuz da məlum növdə işlənən feildir, amma was begun bu məhsul növdə o lazım deyil. Sonra D ilə Y arasında qalırıqsa biz zamanlardan öyrənmişik ki, when-dən sonra bitmiş zaman işləməz, amma Y variantında bitmiş var deyə o da səhvdir. Düzgün cavab D variantıdır. I received that news. 31-də who said? Deməli, A variantında she was invited to the party. A variantı düzdür. B-də did he-dən əvvələ keçibdir. C variantında which story is better? Who said which story is better? Burada baş cümlə keçmişdi. Bu da indiki də uzlaşmır. D variantında if he wants, yenə indiki uzlaşmır. Y variantında was aydan əvvələ keçib, səhvdir. 32-də Andrew accepted the plan. Plan təkdədir, V ola bilməz, A variantı gedir. İsimdən sonra what olmaz, B variantı gedir. Yenə də plan təkdədir, V gedir, C variantı getdi. Yenə də isim olduğu üçün what, yəni D variantı gedir. Bir dənə Y variantı qalır. The plan that we suggested.
33-cü sualda A variantında did qabağa keçib, did trouble, yəni orada didin heç yeri yox idi. Sonra B variantında when-dən sonra has olmaz. Sonra C variantında she'dən sonra indiki zamandasa S olmalıydı, she knows. Sonra Y variantında is it-dən qabağa keçib və cavab olur D, if she recognized the man. 34-cü sualda the house isimdir. İsimdən sonra what olmaz. A variantı getdi. B-də did we-dən qabağa keçib. Bu səhvdir. C variantında last week keçmiş sadə zaman göstəricisidir, amma how about indiki bitmişdi deyə səhvdir. D variantında isə house öz-özünə almır, onu kimsə alır. Ona görə də burada to be ilə participle to quruluşu olmalıydı, amma D variantında passive quruluşu deyil. Y variantı düzdür. Cansdan sonra z gələ bilər. We live in. Biz yaşayırıq deməkdir. Mübtəda xəbərdir, yəni düzgündür. 35-də children by the sea begin to swim at an early age. Deməli, children-dirsə tək xəbərlər çıxırıq. Lives-lər gedir, yəni D və E variantı. İsimdən sonra what olmaz, insandan sonra which olmaz. Bir dənə A variantı qalır. Who live? 36-cı sualda deməli we wanted to know. A variantında has, he-dən qabağa keçibdir. B variantında who had brought the boxes bu düzdür. Çünki wanted keçmişdirsə bu biri tərəfdə keçmiş bitmiş qoya bilərik. Deməli cavab B-dir. C variantında was the letter'dan qabağa keçibdir. D variantında when-dən sonra indiki bitmiş olmaz. Y variantında does he-dən qabağa keçibdir. 37-də I asked. Deməli, A variantında will he-dən əvvələ keçib səhvdir. Askdan sonra zət olmaz, B də səhvdir. C variantında if she had to stay there, bu düzgündür. Keçmiş və keçmiş uzlaşır. C-ni götürdük. D-də did we-dən qabağa keçibdir. Y-də had she-dən qabağa keçib, onların hamısını çıxırıq. 38-ci sualda I was having a beautiful dream when deməli was keçmişdir. Biz də keçmişə uyğun nələrsə qoymalıyıq və when-dən sonra indiki bitmiş falan bu məsələlərə də baxmalıyıq. A variantında Alice is singing wake me. Wake tek indiki zamandadır, amma biz baş cümlədə keçmişdən danışdıq deyə getdi. B variantına görə gedir ki, when-dən sonra indiki bitmişlər olmaz. C variantına ona görə gedir ki, mən eşidirəmsə I heard. Niyə was heard məchulda olmalıdır? Mən varam orada, məlum növ olmalıdır. D variantın səhvdir, çünki when-dən sonra indiki bitmiş olmaz. Burada isə has waken verilib. Cavab Y variantıdır. The alarm clock rang və keçmişdədir. Was və rang ikisi də uzlaşır bir-birinə. Cavab olur Y variantı. 39-da a person after the books in the library is called a librarian. Deməli, person təkdədir deyə look yox, S-dən olmalıydı. B variantında does look lazım deyil. Yəni təsdiqdə do does deyil, əslində sferin yanında gəlmir. C variantında was look passivdir. Passive götürmə olmaz. Çünki look after the books obyekti var burada. Passive ola bilməz. İnsandan sonra which olmaz. Bir dənə Y variantı düz qalır. A person who looks after the books. 40-cı sualda A variantında when-dən sonra indiki bitmiş olmaz. B variantında did nə lazımdır ki orada? Lazım deyil. C variantında what we shall have for lunch, yəni C variantı tamamilə doğrudur. D variantında would it-dən qabağa keçibdir. Y variantında isə he mübtədadır, was spread passivdir. Mübtəda ilə passiv yan-yana işləmir də. Mübtəda olan yerdə passiv işləmir, aktiv olmalıdır. 41-ci sualda A variantında when-dən sonra indiki bitmiş olmamalıdır. B variantında if he has already got up, yəni B variantı düzdür. C variantı has she-dən qabağa keçibdir. D variantında meeting öz-özünə başlayırdı. Yəni meetingin başlaması to be participle to quruluşunda olmamalıdır. Özüdür ki, heç bu to be participle to deyil. Burada participle to yox,
began veribdi, keçmiş. Bu yanlışdır. Y variantında are the children'ın qabağa keçibdi. O da səhvdir. 42-də I wonder. Deməli, A variantında will he-dən qabaq keçib səhvdir. B-də when-dən sonra indiki bitmiş səhvdir. C-də did she-dən qabaq keçib səhvdir. D variantında if he will achieve his aim bu düzdür. Y variantında isə when the train was stopped trainin stop eləməsini active-də olmalıydı, passive-də verilib deyə səhvdir. 43-cü sualda A variantında who had to buy bread, yəni A variantı düzdür. B variantında does he-dən qabağa keçibdi. C variantında why olanda for olmaz, for olanda why olmaz. D variantında cümlənin sonunda sözünü olanda cümlənin əvvəlində obyekt yox, adlı hal olur. Who ya da what. Sözünü qabağa keçəndə who obyektə çevrilir, whom olur. Deməli bu səhvdir. Y variantında has he-dən qabağa keçibdi, səhvdir. 44-də the street to the museum is very wide. Deməli, burada street təkdədir deyə bizə lazımdır tək xəbər. O da A variantıdır, which leads. İsimdən sonra what olmaz. Sonra leadlər cəm xəbərdə olar, çıxırıq. Y variantında does lead, o da səhvdir, çünki dəstikdə do does deyil, dəstək sferin yanında gəlmir. 45-ci sualda A variantında could he-dən qabağa keçib, C variantında veya olanda in olmaz, D variantında when-dən sonra indiki bitmiş gəlməz, Y variantında why olanda for olmur, for olanda why olmur və ona görə də cavab olur B variantı. 46-cı sualda deməli C-yə nol verilib. A variantında did he-dən qabağa keçib deyə səhvdir. B variantında zamanlardan öyrənmişik ki, when-dən sonra bitmiş olmamalıdır. Bu da səhvdir. C variantında do you know that he has finished his work? Bu düzdür. Çünki want to know-dan sonra zət olmaz. Amma sadəcə know-dan sonra zət ola bilər. C variantı düzgün cavabdır. D variantında finish-i məchul dövrdə veriblər, amma he məlum şəxsidir. Niyə məchul olmalıdır ki? Y variantında has he-dən qabağa keçib deyə səhvdir. 47-ci sualda deyir ki, kitin pişikdir. Deməli, insan deyir ki, who verilsin, A getdi. İsimdən sonra what olmaz, B getdi. Sonra Y variantı did you-dan qabağa keçib, o getdi. C ilə D arasında qalırıq. You mübtədadır. Yəni, sən itirdiyin bir şey olsaydı, sən itirmisən deyə məlum növdə ola bilərdi. Ona görə də C variantı getdi. D variantı, which was lost, hansı ki itirilmişdi. Pişik balası hansı ki itirilmişdi və ya itirilən pişik balası da pişik, yəni ki, məchul növdədir, itirildi. Yəni biz onu itirdik, ona görə də məchul olur. O öz-özünü itirmir, biz onu itirdik. Ona görə də which was lost, məchul. Yesterday-də keçmişdi, was olur və salam. Yəni cansdan sonra da ya which ya zət olur. Ona görə də 47-də D-dir. 48-də I wonder. Deməli, A variantında if he heard sing. Burada kompleks obyektə görə heard to ola bilməz, çünki hear feili ikinci qrup feildir, özündən sonra bir infinitiv ya participle one elə bilir, to infinitiv qəbul eləmir. B variantında how many mistakes did she-dən qabağa keçib deyə səhvdir. C variantında if you heard the gate close, bu düzdür. Sonra D variantında happen heç vaxt to be-lərlə işlənmir. Happen özü tək başına işlənir, to be-lər lazım deyil. Y variantında how long is she having a bath? Deməli, is she-dən qabağa keçib deyə səhvdir. 49-cu sualda does Jimmy want to speak to you? Deməli, A variantında ümumiyyətlə bütün variantlarda görürük ki, zaman bağlayıcılarıdır və zamanlardan öyrənmişik ki, zaman bağlayıcılarından sonra gələcəklər və bitişlər işlənməz. Ona görə bütün variantlar çıxırıq, ancaq D variantı qalır. Before you leave. 49-cu sualda does Jimmy want to speak to you? Deməli, A variantında ümumiyyətlə bütün variantlarda görürük ki, zaman bağlayıcılarıdır
və zamanlardan öyrənmişik ki, zaman bağlayıcılarından sonra gələcəklər və bitişlər işlənməz. Ona görə bütün variantlar çıxırıq, ancaq D variantı qalır. Before you leave. 50-ci sualda do you like the bicycle? A variantında you cəm əvəzlikdir, was-la yox, were-lə işlənir. Sonra B variantında did give, yəni do does did əsas feilin yanında gəlmir, onsuz da lazım deyil, ancaq inkarda olanda gələ bilər, didn't give məsələn. Sonra C variantı olmaz çünki isimdən sonra what gəlmir. Sonra D variantında problem odur ki, uncle mübtədadır, you tamamlıqdır. Mübtədası tamamlığı öz yerində olan cümlədə passiv olmur da, was given düz deyil axı. Y variantı düzdür, that you were given, yəni sənə verilən velosiped. Yəni kimsə sənə verib deyə o hissə passivdədir və həmişə yadınızda saxlayın ki, passivdə olan feildən sonra qətiyyən obyekt gələ bilməz. Məsələn, niyə D yanlışdır? Çünki əgər uncle was given burası passiv olsaydı, to you obyekti orada işlənə bilməzdi. Çünki passivdə obyekti götürüb qabağa gətiririk. Passivdə obyekt qala bilməz feildən sonra. Əlli birdə the woman to my mother is our biology teacher. Deməli, to my mother. A variantı niyə səhvdir? Çünki talk xəbərdir. Xəbərdən əvvəl mübtəda gəlməlidir. Mübtəda adlı xalda olur. Burada obyekt veriblər mübtəda kimi. Bu səhvdir. Who is talking to my mother? B variantı düzdür. Çünki is amma biology, yəni ikisi də indiki zamanda oldu. Sonra C niyə səhvdir? İsimdən sonra, insandan sonra which olmaz. D niyə səhvdir? Woman təkdədir, are vermək olmaz. Sonra Y variantında da talk cəmdədir, amma bizim mübtədamız woman təkdədir. Biz də bilirik ki, nisbinin sağı ilə solu uzlaşmalıdır. Woman təkdədirsə, deməli xəbəri də tək olmalıdır. 52-ci sualda biz əvvəlcə fikir verməliyik ki, speeches isimdir, özü də cəmdir. Biz biri çıxırıq, çünki birdəki was təkliyi bildirir, indi cəm isimdən tək xəbər uzlaşa bilməzdir. Əgər bu cansızdırsa, biz whom-u çıxırıq, çünki whom canlılardan sonra gəlir, yəni insana aid olmalıdır və isim olduğu üçün, speech isim olduğu üçün what-u çıxır. Çünki isimdən sonra what gəlmir, what-dan sonra isim gələ bilər. Yəni isim üstə gəlib what olmaz, amma what üstə gələ isim ola bilərdi. Və buna görə də cavab olur 2, 3. 2 və 3 əslində eyni şeydir. Sadəcə 2-də buna deyirlər nisbi əvəzliyin ixtisarı. 3-də isə tam hər şey öz yerindədir. Əgər speeches cəmdirsə və cansızdırsa, biz buna nə verə bilərdik? Which were made və that were made və nisbi əvəzliklərdən öyrənmisiniz ki, nisbi əvəzliklər ixtisar oluna bilər. Amma ixtisar olunması üçün gərək biz burada nisbi əvəzliyi ilə onun yanındakı to be-ni də ixtisar eləyək. Əgər nisbi əvəzlik çıxarılırsa, to be də çıxarılmalıdır. Əgər to be çıxarılırsa, nisbi əvəzlik də çıxarılmalıdır. Çünki onlar bir-birindən asılıdır və onlar tam mübtəda xəbər təşkil edir. Yəni 3 nədən ibarətdir? Which bizim budaq cümləmizin mübtədasıdır. Were made, were burada xəbər yaradır. Made də ona qoşulmuş participle to-dur və were made passive formadır. Əgər biz which-lə to be-ni ixtisar ediriksə, yerdə made qalır. Buna isə deyirlər participle to. Çünki participle to nədir? O passive voice-ın ixtisarı deməkdir. 53-cü sualda the yard isimdir. İsimdən sonra what olmaz deyə D variantı gedir. Cansızdır, həyət deməkdir. Who'lar gedir. Bir dənə which qalırdı. Yarddakı tək isimdə deyə was qoyuruq və cavab olur A variantı. Which was swept. 54-də a meal in the morning is called breakfast. Deməli, meal təkdədir. Deməli, bunun xəbərdə tək olmalıdır. A variantı cəmdədir. İsimdən sonra what olmaz, B gedir. C variantı düzdür. A meal which is eaten in the morning. Yəni, yemək öz-özünü yemir, kimsə onu yemir. Ona görə də yemək feilini biz passivdə verməliyik. Which is eaten. D variantı, yəni cansızdır, who olmaz. Y variantında da cansızdır, whom olmaz. 55-də children often get bad teeth. Deməli, children cəmdədir, onun xəbəri də cəm olacaq. A variantına bax, who eat a lot of sugar get bad
killed, yəni A variantı düzdür. B-də it's təkdədir. İçindən sonra C-dəki which olmaz. D-də və Y-də də xəbərlər təkdir deyə çıxırıq.